Davam edirik, hörmətli buğalar. Görək buğa böcləri üçün üzümüzə gələn həftə nələr göstərir. Biraz çətinlik, ailə daxili. Deməli. Buğalar üçün Loğva biri, özündən razı, qürurlu bir şəxs var və həmin adamdan mübahisə etməməyi qəti olaraq, yəni ki, mübahisə etmək olmaz. Yəni bu insandan pislik gələcək. Çalışırsınız, uğur qazanmaq üzrə istəyirsiniz. İstəyirsiniz ki, zəhmətinizin bəhrəsini görərsiniz. Bir xəbər alacaqsınız, bir belə deyək də, mesaj mı deyim, bir məktub mu deyim, bir bildiriş mi deyim, bir sarışın birindən xəbər eşidəcəksiniz. Bu əslində yaxşı bir xəbərdir. Vəzifə göstərir, iş dəyişikliyi göstərir və yaxud da vəzifənin artımı göstərir. Ailənizlə vaxt keçirəcəksiniz və ətrafınızdakı insanlar tərəfinizdən hörmətiniz daha da artacaq. Bu həftə, yəni sayılıb seçilən insanlardan olacaqsınız. Yaxşı mənada sizdən danışacaqlar. Gəlin, ürəyinizdə, qəlbinizdə olan insan üçün də sevgi baxımından da bir kart çəkək. Biraz qərar verməkdə çətinlik çəkirsiniz, ikiləmlərdə qalırsınız. Sizə məsləhət net qərar verməyə çalışın. Çünki bu il dekabr ayı sonlanma enerjisi iləndir. Yəni ki, qərarlar verilməlidir, ertələnməməlidir. Bəzən olur ki, bir şans insana bir dəfə verilir. Onu əldən vermək lazım deyil. Bir də uzun bir müddət həmin şans sizin qarşınıza çıxmaya bilər. Bu qədər buğalar.